Değerli qonaqlarımız var bugün yanımıza gələn, mənim üçün çox xüsusi yeri olan bir qonaqlarım var. Vəfa ilə deməli, nə idi? Bax, 7 il sonsuzluğumuz var. 7 il sonsuzluqdan sonra, uzun müddətli müalicələrdən sonra oğlumuz dünyaya gəldi, İbrahim. Yəni, həqiqətən də çox problemləri olan bir xanım idi. Həm şəkər problemləri, həm təzyiq problemləri, həm zob problemləri, polikistik yumurtalıqlar, yəni həqiqətən də çox problemlərimiz var idi. Bir xeyli işlədik, nəticəmizi aldıq, şükür Allaha. Şükürlər olsun. Və ikinci hamiləliklə, Allahın qisməti, ikinci hamiləlik də yenə eynən 7 ildən sonra oldu bizdə. Rovna 7 ildən sonra oldu. Qızımızın da macerası bir tamamən başqa, dediyim problemlər eyni ilə yerində dururdu. Təzyiq kimi, şəkər kimi, zob kimi problemlərimiz, həm də 35 həftəsində uşaqlığın cırılması ilə, yəni çox gecə 2-də acil bir əməliyyata aldıq. Bu həm həyat qurtaran bir əməliyyat oldu. Şükür Allaha ki, yəni anası da, qızımız da sağ-salamat. Həqiqətən də mən Firuzə doktoru tanıdığım üçün çox şükürlər olsun ki, yəni şükürləri çox eləyirəm ki, Firuzə doktor kimi yəni doktoru tanımışam, gəlmişik qəbuluna. Mənim bugün bu övladlarım qucağımdadırsa, göydə Allahım, yerdə Firuzə doktor. Mən keçirdiyim o ana olmaq hissini yaşaya bilmədiyim üçün çox əziyyətlər çəkirdim. Amma Firuzə doktorun qəbuluna gələnə qədər mənə həm ana qədər, həm bacı kimi dəstək, kömək, həm doktorum kimi, yəni arxa oldu, dayaq oldu, kömək oldu. Mənim ümidlərimi, mən ümidim yox olan vaxtı Firuzə doktor mənə, yəni sən bunu bacaracaksın Vəfa, sən ana olacaqsan sən ana. Və həqiqətən də şükürlər olsun Allahıma ki, Firuzə doktorun sayəsində, göydə Allahım, yerdə Firuzə doktor. Mənim iki balam dünyaya gəldi. İbrahimim, Zümrəm. Yəni çox çətin hamiləliklər keçirtdim, çox, həddindən artıq. Amma hər zaman yanımda oldu doktor, hər zaman mənə kömək oldu. Şükürlər olsun da ki, bugün də yəni doktorun qəbuluna belə sevinclə, gülə-gülə gəlirik. Şükürlər olsun. Sağ olun, çox sağ olun doktor. Minnətdaram sizə. Allah saxlasın. Yəni, bunu da deyim ki, mən anam üçün çox böyük bir stres keçirdim, qorxu keçirdik. Yəni, təkcə mən ana olmağımla da yanaşı, anamı itirmək qorxusu məndə oldu. Onu da, yəni Firuzə doktorun sayəsində şükürlər olsun, anamız yanımızdadır, var, sağdır. Çox böyük həcmdə bir əməliyyat elədi, mamaya da bir onkoloji riski var idi. Bəli, yəni çox şükür indi. Elə-belə bir qorxu keçirtmədik Firuzə doktorun sayəsində. Şükür Allaha, həm anamız yanımızdadır, həm balalarımız yanımızdadır. Çox sağ olun. Çox sağ olun. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.